Buyur hacı. Zaman tebrik ediyorum. Bildiğimiz kadarıyla Barcelona Vadisi'nde oldu. Mesleğin büyükle görüşünde oldu ve bir neçə müddət evvel Guardiola vaxtında da Barcelona'da olmuşdur. Həmin vaxtdan indiki vaxtda Barcelona'da fərq nədədir və görüşün yeni çevirməlidir. Bəli, oldum, bir neçə gün oldum orada. Əlaqsız. Demək olar ki, bütün yaş qruplarının məşqlərində iştirak elədim. O cümlədən əsas komandanın çox yaxşı bir ümumi səfər alındı. Demək olar bir neçə klub rəsmisi ilə belə bir bəzi söhbətlərimiz oldu, bəzi diskussiyalarımız oldu. Beləcə də Flicklə, baxmayaraq ki, hər biri ilə çox da geniş danışa bilmədik. Çünki çox böyük klubdur. Yəni bunların bu anda, bu günlərdə mənim üçün vaxt ayırması yəni heç də asan deyil idi onlar üçün. Çünki çox ciddi bir klubdur. Çox rahatçılıqla ümumiyyətcə, yəni onların məşqlərində iştirak etmək olmur. Öz prinsipləri var. Dəyişikliyə gəldikdə ilk getdiyim vaxtda 2012-ci il səhv etmirəmsə, Guardiola'nın vaxtında bəlkə komandada ulduzlar daha çox idi. Amma bugün yenə də o vaxtı da öz yerli akademiyasının oyuncuları çox idi heyətdə və həmin vaxt Barcelona ən yaxşı vaxtları idi. Və bugün də yerli akademiyanın, öz akademiyalarının oyuncuları çoxdur və yaşlarını da bilirsiniz, yəni çox gənc bir komandadır. Bir neçə təcrübəli futbolçuları var. Ümumən mənə belə deyək, çox vacib oldu mənim üçün, vacib idi mənim üçün oraya getmək və bir daha əmin oldum ki, futbolçular öz yerində, əlbəttə ki, onların ustalığı lazımdır, amma sistemi qoruyub saxlamaq çox vacibdir. Və onu sadəcə icra edən insanlar, idmançılar, futbolçular nə dərəcədə bu sistemi sevməlidirlər və onu nə dərəcədə çox sadə bir şəkildə yerinə yetirməlidirlər. Və o demək deyil ki, şərt deyil ki, komandada belə deyək, adlı sanlı futbolçu olmalıdır. Hə, o gəldi, mənim bütün işlərim düzələcək, belə bir şey yoxdur. Tam əksi ola bilər, amma sadə bir oyuncu, sıravi bir oyuncu o sistemi elə gözəl yerinə yetirər ki, o sənin üçün daha faydalı olsun. Və belə götürdüyüm çox şey oldu və ümumiyyətcə belə görüşlər, belə səfərlər həm böyük bir təcrübə verir, həm də ki, böyük bir inam verir, güvən verir. Bəzən sənin istədiklərini də, sənin düşündüklərini də yəni belə bir böyük klublarda görəndə ki, həmin o elementlər orada da var, daha inamlı olursan və futbolçularına çatdırırsan bunu və daha da iş rejimin çoxalır, daha da işin daha keyfiyyətli olur. Və belə ümumən belə maraqlı bir görüş alındı və əlbəttə ki, hər biri çox sağ olsun, yəni belə qəbul elədilər və çox faydalı bir səfər oldu.